Heç düşünmüsünüzmü? Bəzi cəmiyyətlər niyə sürətlə inkişaf edir? Bəziləri isə sanki yerində sayır. Məsələ təkcə iqtisadiyyatda pulla deyil, inanın. Tərəqqinin kökləri daha dərindədir. Məhz təhsildə, ləyaqətdə və azad düşüncədə. Gəlin bugün birlikdə baxaq görək, bu üç təməl daş bir millətin taleyini necə dəyişə bilər? Hər şey bu sadə, amma çox dərin bir nəsihətlə başlayır. Bilirsiniz, bu söz əslində bütün söhbətimizin açarıdır. Bu, öz zəhmətinlə, kərpiç-kərpiç tikdiyin möhkəm bir qalayla, başqasının köməyi ilə qurulmuş karton ev arasındakı fərq kimidir. Biri hər fırtınaya dözür, o birisi isə yüngül bir küləkdə dağılıb gedir. Yaxşı, bəs onda əsl sual budur ki, bir cəmiyyətin irəli getməsini həqiqətən nə təmin edir? Gəlin cavabı axtarmağa, bu inkişafın qarşısındakı ən böyük maneənin nə olduğundan başlayaq. Gəlin birbaşa problemin kökünə inək. Elə bir şey var ki, o, cəmiyyəti içəridən bir termit kimi yeyib bitirir. Söhbət nepotizmdən, yəni tanışlıqdan, qohumbazlıqdan gedir. Bu, tərəqqinin bəlkə də ən böyük düşmənidir. Baxın, təsəvvür edin ki, qarşınızda iki yol var. Birincisi daşdan örülmüş, möhkəm pilləkənlərdir. Hər pilləsinə zəhmətlə, biliklə çıxırsan. İkincisi isə, ilk baxışda çox cəlbedici görünən, amma əslində kartondan tikilmiş bir qala kimidir. Biri sənə davamlı bir yüksəliş vəd edir, o biri isə qaçılmaz bir çöküş. Yaxşı, bəs ləyaqəti, yəni işi bacaranı qoyub, tanışı seçəndə nə olur? Təsəvvür edin ki, mürəkkəb bir saat mexanizmi var. Siz ora aid olmayan, yanlış bir dişli taxırsınız. Nəticə, bütün mexanizm dayanır. Bax, bacarıqlı insanlar kənarda qalanda da bütün sistemin mühərriki sönür və inkişaf dayanır. Bu qədər sadə. Yaxşı, bu qədər problemdən danışdıq. Bəs bu durğunluqdan çıxış yolu nədir? Cavab, inanın ki, bizim birinci təməldaşımızda güclüdür. Azad düşüncənin gücündə. Dostoyevskinin bu sözünə bir fikir verin. Kirayə verilmiş kölə. Dəhşətli səslənir, elə deyilmi? Amma məntiq çox sadədir. Əgər sən özün düşünmürsənsə, deməli, beynini başqasının fikirlərinə, ideologiyalarına icarəyə vermisən. Əsl azadlıq da məhz bu görünməz zəncirləri qırmaqla başlayır. Voltaire isə demək olar ki, bu mövzudan nöqtəni qoyur. Əgər düşüncəniz azad deyilsə, siz azad deyilsiniz. Yəni, bədənin dörd divar arasında olmasından daha betəri zehnin həbsdə olmasıdır. Həqiqi azadlıq məhz orada, o həbsdən qurtulmaqla başlayır. Yaxşı, əla. Bəs insanları necə düşünməyə vadar edək? Baxın, dahi Alan Turing cavabın təhsildə olduğunu deyir. Amma hansı təhsildə? Məqsəd deyir boş qabları məlumatla doldurmaq deyil. Məqsəd ağıllarda o düşüncə qığılcımını yandırmaqdır. Yəni, əsl təhsil bizə nə düşünməli olduğumuzu yox, necə düşünməli olduğumuzu öyrədir. Və bu fikir bizi birbaşa tərəqqinin ikinci, bəlkə də ən həlledici sütununa aparır. Bəli. Söhbət gələcəyin əsl memarlarından, yəni təhsildən və müəllimlərdən gedir. Atatürkün bu mövzuda dediyi bir söz var ki, əslində hər şey izah edir. Deyir ki, bir milləti azadlığa qovuşduranlar, nə siyasətçilərdir, nə də sərkərdələr. Millətləri azad edənlər yalnız və yalnız müəllimlərdir. Niyə? Çünki onlar sadəcə informasiya ötürmürlər. Onlar azad düşüncəli nəsillər yetişdirirlər. Yəni, bir millətin gələcəyini inşa edirlər. Amma bir dəqiqə, təhsil təkcə bilik demək deyil. Akademik biliklər mütləq mənəvi, etik dəyərlərlə bir yerdə olmalıdır. Bir anlıq düşünün, çox savadlı, amma vicdanı olmayan bir insan. Cəmiyyət üçün nə qədər təhlükəli ola bilər, hə? Faydadan çox zərər gətirər. İndi elə bir sözə gəldik ki, 1000 illər əvvəl deyilib, amma elə bir bugün üçün yazılıb. Platon deyir ki, dövlətin gələcəyi gənclərə verilən təhsildən asılıdır. Bu, bir ölkənin öz gələcəyinə edə biləcəyi ən vacib, ən dəyərli investisiyadır. Unutmayaq, bugünün sinif otaqları sabahın cəmiyyətini formalaşdırır. Deməli, baxın, azad düşünən, keyfiyyətli təhsil almış insanlarımız var. Super. Bəs sonra onları kim idarə edəcək? Bax, bu sual da bizi üçüncü və son təməl prinsipimizə gətirib çıxarır. Rəhbərlikdə ləyaqət prinsipi. Konfutsiya bu məsələni o qədər gözəl izah edir ki, bilik, deyir, iti bir qılınca bənzəyir. Əgər onu tutan əl ədalətli deyilsə, o qılınc fayda vermək əvəzinə cəmiyyət üçün böyük bir təhlükəyə çevrilə bilər. Eyni zamanda biliksiz bir idarəçi də heç bir işə yaramır. Onun idarəçiliyi boş və dəyərsizdir. Və sonda nəticə nə olur?
Bax, budur. Ləyaqətli, işi bilən adam kənarda qalır, onun yerinə isə nəticədə nepotizm sadəcə bir haqsızlıq olmur, o bir millətin gələcəyinə çəkilmiş tikanlı bir məftilə çevrilir. Bütün inkişaf yolunu bağlayır. Yaxşı, gəlin indi bütün bu danışdıqlarımızı bir yerə yığaq. Gördük ki, əsl inkişaf elə-belə yaranmır. Onun bir-birinə bağlı 3 möhkəm sütunu var. Gəlin bu yekun nəticələrə birlikdə baxaq. Və ən gözəli odur ki, bu üç şey bir-birinə bağlıdır, bir zəncir kimidir. Fikir verin, azad düşüncə olmadan keyfiyyətli təhsil olmaz. Keyfiyyətli təhsil olmadan ləyaqətli, vicdanlı rəhbər yetişməz. Və ləyaqətli rəhbərlər də öz növbəsində azad düşüncəni qoruyar, onu təşviq edər. Bax, bu tərəqqinin dayanmadan işləyən mühərrikidir. Ona görə gəlin yadda saxlayaq. 3 sadə, amma həyati vacib şey. Azad düşüncə, keyfiyyətli təhsil və ləyaqətli rəhbərlik. Bu zəncirin halqalarından sadəcə biri qırılsa, bütün sistem çökər. Və baxın, bütün bu söhbətdən sonra ta əvvələ o ananın övladına verdiyi nəsihətə qayıdırıq. İndi bu cümlənin nə qədər dərin olduğunu daha yaxşı başa düşürük. Elə deyilmi? Başqasının hesabına çıxdığın o zirvə müvəqqəti bir illüziyadır. Əsl, qalıcı yüksəliş isə ancaq və ancaq öz zəhmətinin, öz biliyinin və öz ləyaqətinin təməlləri üzərində qurula bilər. Və sonda mən sizi bir sualla tək buraxmaq istəyirəm. Biraz düşünün, bizim cəmiyyətin bugün nəyə daha çox ehtiyacı var? Çox bilikli insanlara, yoxsa çox ləyaqətli insanlara? Bəlkə də əsl cavab bu ikisini bir-birindən heç vaxt ayırmamaqdadır. Nə deyirsiniz? Bu barədə düşünməyə dəyər.